Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif iş dəftərində olan Azərbaycan harda yerləşir mövzusunun tapşırıqlarını izah edərik. Birinci tapşırığımızda deyir ki, Azərbaycana aid olan ifadələri cədvələ uyğun qruplaşdırın. Ölkəmiz 38 və burada iki mövqe verilib, mütləq mövqe və nisbi mövqe. Mütləq mövqe bildiyimiz kimi koordinatlara nəzərən olan mövqedir. Nisbi mövqe isə belə deyək, bir obyektin digər obyektlərə nəzərən olan mövqedir. Bunlar nisbi mövqe adlanır. Ölkəmiz 38-42 dərəcə şimal enlikləri arasında yerləşir. Bu əlbəttə ki, mütləq mövqeyə aiddir. Paytaxt Bakı şəhəri Xəzər dənizinin qərb sahilində, bu nisbi mövqe. Ölkəmiz 5 dövlətlə həmsərhəddir. Bu da nisbi mövqedir, yəni digər obyektlərə nəzərən mövqe. Azərbaycan 44 və 51 dərəcə şərq uzunluqları arasında yerləşir. Bu mütləq mövqe. Ölkəmiz Böyük və Kiçik Qafqaz, Talış dağ silsilələri ilə əhatə olunmuşdur. Bu da aiddir bizim ölkəmizin nisbi mövqeyinə. Bakı şəhəri 40 dərəcə şimal enliyində və 50 dərəcə şərq uzunluğunda yerləşir. Bu da mütləq mövqeyə aiddir. Azərbaycan Respublikasının kontur xəritəsində əsasən sualları cavablandır. A-da deyir ki, həmsərhəd ölkələrin adlarını xəritədə qeyd et. Şimalımızda Rusiya, şimal-qərbimizdə Gürcüstan, qərbimizdə Ermənistan, cənub-qərbimizdə Türkiyə və cənubumuzda İran Respublikası yerləşir. Ölkənin mütləq mövqeyi onun sosial-iqtisadi inkişafında hansı dəyişikliklərə səbəb olmuşdur? Bildiyimiz kimi ölkəmiz 38-42 dərəcə şimal enliyi ilə 44-51 dərəcə şərq uzunluqları arasında yerləşir. Avropa və Asiya qitəsinin sərhədində yerləşdiyi üçün ölkəmizin həm də şərqində Xəzər dənizi yerləşdiyi üçün ölkəmiz mühüm ticarət yollarının üzərində yerləşir və bu səbəbdən də ölkəmizin sosial-iqtisadi inkişafında həm nisbi mövqe, həm mütləq mövqeyi müsbət dərəcədə, belə də rolu olmuşdur. Ölkəmizin coğrafi mövqeyinə aid doğru və yanlış ifadələri işarələ. Azərbaycan Avropa və Asiya qitələri arasında yerləşir. Bu doğrudur. Azərbaycanın coğrafi mövqeyi relyef iqlim şəraiti cəhətdən əlverişsizdir. Bu əlbəttə ki, yanlışdır. Ölkəmiz xüsusilə orta enliklərdə yerləşdiyi üçün həm iqlim şəraiti, həm də relyef cəhətdən əlverişli regiondadır. Ölkənin coğrafi mövqeyi onun sosial-iqtisadi inkişafına təsir etmir, edir. Ölkəmizin Xəzər dənizinə çıxışının olması onun ticarət əlaqələrini artırmışdır. Əlbəttə ki, doğrudur. Azərbaycanın coğrafi mövqeyi İpək yolu dəhlizinin açılmasına təkan vermişdir. Bu da doğrudur. Yəni Avropa ilə Asiya qitəsinin belə deyək, sərhəd zonasında yerləşməsi bu İpək yolu dəhlizinin açılmasına da böyük rol oynamışdır. Həmçinin coğrafi mövqeyi. Bakı şəhərinin planına əsasən sualları cavablandırın. Dörtlü şəbəkə sistemində obyektlərin koordinatlarını yaz. İlk olaraq yanacaq doldurma məntəqəsini bizdən istəyir. Gəlin yanacaq doldurma məntəqəsini göstərək. Burada yanacaq doldurma məntəqəsidir. Yanacaq doldurma məntəqəsi bu kvadratın daxilində yerləşir. Və biz də bu kvadrata əsasən belə deyək, sol aşağı küncünü götürürük. Yəni kvadratın sol aşağı küncü. Bu kvadratın da sol aşağı küncü 47-39'dur. Ona görə yanacaq doldurma məntəqəsinin dörtlü koordinatı olacaq 47-39. Daha sonra ikinci bizdən istənilən park ərazisidir. Park ərazisi bir neçə koordinatda verilib, amma ən mühimi buradadır. Yəni bu kvadratın içərisindədir. Ən çox ərazi burada əhatəli. Burada da sol aşağı küncə baxsaq 47-38 olacaq. Yəni ilk olaraq aşağıdakı rəqəm yazılır. 47-38. Daha sonra zoopark verilib. Zoopark da bu kvadratın daxilindədir. Və burada da olacaq 49-37 dörtlü koordinatı. Və ən sonda da yaşayış zonası verilib. Yaşayış zonası da burada bir neçəsində göstərmək olar, amma ən əsası ilə burada göstərilib, tam aydın. Ona görə 50-37 yaza bilərik yaşayış zonası kimi. Sonra planda verilən obyektlərin altılı şəbəkə sistemində koordinatlarını müəyyən edin. 49, 495, 375. Biz bildiyimiz kimi altılı koordinat tapmaq üçün ilk öncə dörtlü koordinat tapmalıyıq. Yəni ortadakı və sondakı rəqəmi silsək,
Burada 49-37 qalır. Biz də baxırıq ki, 49-37-də zoopark var. Yəni burada bayaq da elə tapmışdıq. 49-37 zoopark. Deməli, zoopark olacaq. Daha sonra 472-391. Burada da yenə ortadakı rəqəmləri əgər silsək, çünki onlar altılı koordinatın rəqəmləridir. Yəni rahat tapmağımız üçün. Burada 47-39 qalacaq və biz bayaq 47-39-a yanacaq doldurma məntəqəsini yazmışdıq. Yəni burada da fikir versək yanacaq doldurma məntəqəsi. Ona görə buraya yaza bilərik. Yanacaq doldurma məntəqəsi. 476, 404-ə. Əgər ortadakı rəqəmləri silsək, burada 47-40 qalacaq. Biz gəlin 47-40-ı tapaq. 47-40 bura düşür. Burada da metro var. Ona görə bura metronu yaza bilərik. Sonra 487-396, 7 ilə 6-nı silsək, burada 48-39 qalacaq. 48-39-a əgər baxsaq, 48-39 bu kvadratın içərisindədir, yəni burada. Burada da ən mühüm olan stadionu biz görə bilərik. Ona görə burada stadion yazmaq olar. Stadion. 47-38 və 48-37 koordinatlarında yerləşən ərazilərlə əvvəlcə baxırıq 47-38-ə. 47-38-də park ərazisidir. Yəni buradır park ərazisi. 48-37-də isə 48-37-də, yəni bu ərazi. Burada da parkın bir hissəsi var. Yəni park ərazisinin bir hissəsi düşür. Həm də burada yolların keçdiyini biz görə bilərik. Deyir, yerləşən ərazilərlə, yəni parkın ərazisi ilə 50-37. Gəlin biz 50-37-ni göstərək. Burada 50-37, yəni bu yaşayış ərazisidir burada. Və digəri 50-39-dur. 50-39-da da yenə yaşayış ərazisidir. Aydın burada görə bilərik. Deyir, əraziləri müqayisə et və fikirlərini yaz. Əlbəttə ki, 47-38 və 48-37-də əsasən park ərazisidir. Amma 50-37 və 50-39-da daha çox yaşayış ərazisidir. Yəni insanların yaşaması üçün olan ərazidir. Parkı elə bil yaşayış ərazilərindən. Buradan da əgər biz koordinatlara baxsaq, yəni burada koordinatlar verilib bizə. Koordinatlara baxsaq, park ərazisi yaşayış zonasından qərb istiqamətdə yerləşir. Bunu da buradan aydın görə bilərik.